Salam, hər vaxtınız xeyir. Bəli, biz hazırda Milli Məclisdəyik və burada plenar iclas keçirilir. Qeyd edeyim ki, plenar iclasda 10 məsələ müzakirə ediləcək və bunları mən sizin diqqətinizə çatdırmaq istəyirəm. Qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin birinci oxunuşu olacaq. Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq konvensiyaya qoşulmaq barədə, Azərbaycan Respublikasının Portuqaliya Respublikasının səfirliyinin təsis edilməsi barədə qanun layihəsi müzakirə ediləcək. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində torpaq icarəsi haqqında, torpaq bazarı haqqında, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanun layihəsinə dəyişiklik edilməsi barədə də məsələ müzakirə ediləcək. Azərbaycan Mədəniyyət Paytaxtı Şuşa şəhəri haqqında Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə də məsələ müzakirə olunacaq. Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının qanuna dəyişiklik edilməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi, dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında, uşaqların zərərli informasiyadan qorunması haqqında da qanuna dəyişiklik edilməsi, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində qaçqınlar və məcburi köçkünlərin statusu haqqında, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında da qanuna dəyişiklik edilməsi nəzərdə tutulur. Qeyd edim ki, mən sizə hazırda burada müzakirə ediləcək məsələləri diqqətinizə çatdırdım. Buyurun, söz sizdədir.